Hər birinizə salamlar. Bu videoda travmalardan danışacağım. Hansı ki, belə deyək də, travmalar bizə ağır gələn, çətin gələn, sanki daima ağrı verən, yəni bizi incidən və ya da ki, bir növ bizi idarə eləyən bir şeylərmiş kimi gəlir və travmalara həddindən çox mənalar yüklüyürük, hansı ki, çox ağırdır. Yəni travma dedikdə sanki bizi hətta bəzən depressiyaya salacaq qədər, yəni bir qədər ağır gəlir. Biraz burada fərqinə varmağını istədiyim bəzi yerlər var ki, bunları bölüşmək istəyirəm. Ümumiyyətlə biz həyat yolunda, yəni müəyyən bir yaş aralığında, ümumiyyətlə həyatımızın bəlkə də bir çox hissələrində bəzən fərqində olmadan, bəzən bizim əlimizdə olmayan səbəblərdən dolayı biz travmalar ala bilirik. Xüsusən də 0-7 yaş aralığında alınmış travmalar bizim həyatımızda həqiqətən də çox mühüm yer və izlər qoya bilir. Həyatda çox-çox ağır yaşanan travmalar var bir uşaq üçün, hansı ki, tutaq ki, onun valideynini ölməsi, yəni valideynini itirməsi və ya təcavüzə məruz qalması və ya bəlkə də uşaqkən hər hansı bir qəza keçirməsi və s. və ilaxır kimi bu kimi məsələlər ola bilər və həqiqətən də, belə deyək də, bizim həyatımızda dərin iz və yara buraxan travmalar olur. Hazırda cəmiyyətimizdə və ya da ki, sosial mediada bunu görürəm ki, insanlar sanki travmaları, travmalarım mənim sanki zəif cəhətlərimmiş kimi və travmalar sanki mənim əsas bir hissəmi, parçamı əhatə eləyir və mən heç bir halda onu idarə eləyə bilmərəm və mən tamamilə onun idarəsi və kontrolu altındayam və mənim varlığım, mənim həyat yolum, mənim ruhum sanki bir heç yoxdur. Əsas travmalardır. Sanki travmalarım məni idarə edir və mən travmalarım qarşısında zəif və qurbanam, acizəm. Bunu demək istəyirəm ki, fərqində olmaq burada çox önəmlidir. Və nə qədər ki, fərqində olacaqsan, sorğulayacaqsansa, travma sənin yaran deyil, bəlkə də travma sənin ən yaxşı silahın, bəlkə də sənin ən yaxşı dostuna çevriləcək. Bizim ailəmizdən aldığımız travmalar və ya da ki, yaxınlarımızdan aldığımız travmalar, bizi bədbəxt etmək üçün yoxdur həyatımızda. Həyatda travmalar çox qaçınılmazdır. Çünki dünya bəlirsizliklər olan və çox böyük bir sistemdir, çox böyük bir yerdir. Hansı ki, burada bir çox şeylər bizim kontrolumuz altında deyil, bizim idarəmiz altında deyil, bizim sözümüz, bizim hökmümüz keçərli deyil. Dolayısıyla bu sistemdə bir çox şey bizim şuurlu seçimimiz bir növ beləlikdə əsasında olmasa belə, ən azından bizim kontrolumuzda, idarəmizdə olan yerlər var. Bizim hisslərimiz, bizim davranışlarımız, bizim düşüncələrimiz, bu kimi yerlərə baxa bilmək çox önəmlidir. Sən düşüncələrindən, duyğularından, davranışlarından, travmalarından ibarət deyilsən. Sənin çox böyük bir varlığın, ruhun var, müdrikliyin, ruhunda yatan bir çox şeyə çox da dərindən bilən və həmin o bilgəlik nöqtəsindən yaşaya biləcəyin bir həyat, seçimin var əslində. Və bu travmaların bir növ altında qalmaq, əzilmək bir yerlərdə təbii ki, insanı zəif və qurban edən şeylərdir, insana aciz göstərən şeylərdir və çətindir. Burada bunu demək istəyirəm ki, travmalarımız bəzən çətin ola bilir. Çox uşaqkən, erkən yaşlarda yaşanmış, çox-çox ağır adlandırılan, ağır gələn həqiqətən də travmalar var ki, bunlar qarşısında həqiqətən də müqavimət göstərmək, yaşamaq çox çətin ola bilir. Bizi incidən, bizi yaralayan olur. Hansı ki, bizi irəliləməkdə qoymayan və ya da ki, münasibətlərimizdə bir çox bir növ sferalarda bizə əziyyət verən yerlər ola bilir. Təbii ki, bunu işləmək, bunu bir dəstək almaq çox önəmlidir. Amma bütün
xırda məsələləri belə travmaya dönüşdürmək, mən burada travma almışam, kiminsə sözündən, kiminsə baxışından, bunları demək əslində belə deyək də, özümüzü sanki bir heç və ya zəif sanmaq kimi bir şeydir. Əslində isə insan, yəni o qədər də zəif və ya heç sayılacaq bir varlıq deyil. Çünki insan şuurlu bir varlıqdır və insan belə deyək də, insanın ruhu var, yəni sənin ruhun var. Sən təkcə travmalardan ibarət ola bilməzsən. Sən təkcə duyğu və düşüncələrindən, zehnindən ibarət ola bilməzsən. Sənin ruhun var. Sənin burada gəlib keçməli olduğun, getməli olduğun bir yol var. Travmalara bu yerdən baxa bilsən, hansı ki sənin o getməli olduğun, varmalı olduğun yerə aparan bir yoldaş, dost kimi baxsan, yəni onlara bir həqiqətən fayda və ya da ki, daha böyük bir yerdən baxa bilsən, quş baxışı, bir nəzərdən keçirə bilsən, görəsən nələr olardı? Orada sən nə fərqindəliklər yaşayardın? Necə baxardın ümumiyyətlə travmalarına? Onları necə adlandırardın? Onların sənə hansısa nöqtədə həqiqətən də fayda verdiyinə, qatqısını görə bilsəydin, görəsən necə olardı? Bunlara baxa bilmək, bunları görə bilmək o qədər çox önəmlidir ki, çünki yaşadığın hər bir şey travma olsa belə, sənin indiki sənə dönüşməyində və bu yolu gedə bilməyində böyük bir qatqısı var böyük ehtimal ki. Yəni təkcə yara və ya da ki, belə deyək də, pis bir şey ola bilməz. Yəni həqiqətən də bu məsələlərə, travmalarına daha böyük bir yerdən baxa bilməyini və analiz edə bilməyini, fərqində olmağını çox-çox istəyərəm. Və həqiqətən də düşünürsənsə ki, çox ağır olan, sənə ağır gələn, yük kimi daşıdığın travmaların varsa, bəli, bunların üzərində işləməlisən, bunlar üzərində işlə. Bunun üçün dəstək al, psixoloqdan danış, dəstək al mütləq. Amma hər kiçik şey travma deyil. Hər bir növ bizi incidən şey travma olmaq məcburiyyətində deyil. Və səni incidən bir şey başqasını incitməyə bilər və başqası üçün travma olmaya bilər. Bunlara bir baxa bilməyini, görə bilməyini, yəni bir qədər burada mindsetini dəyişdirə bilməyini, mindsetini formalaşdıra bilməyini, daha böyük bir növ, belə deyək də, yerdən baxa bilməyini istəyərdim. Və burada həqiqətən də mindsetin, baxış bucağının çox önəmli yeri var və baxış bucağın yəni görəsən necə bir yerdədir. Yəni belə deyək də, sən də bir çoxları kimi travmalarına səni zəiflədən, aciz göstərən bir şey kimi baxırsan, yoxsa ki, əslində onların sənə müəyyən qədər qatqısının olduğunu görə bilirsənmi? Bu kimi məsələlər çox-çox önəmlidir. Çünki artıq elə bir dövrdə yaşayırıq ki, hər şeyin çox inkişaf etdiyi, hər şeyin çox sürətlə bir növ irəlilədiyi bir dövrdəyik və bu qədər yəni travmaların içində batıb qalmaq, travmaların əsiri olmaq səni incidər, səni çox yaralayar. Yəni sənin inkişafını, sənin burada bu dünyada, cəmiyyətdə bir növ formalaşmağına, yer almağına mane olan şeylər ola bilər. Hansı ki, sənin sosiallaşmağına, sənin öz sözünü, öz fikrini ifadə etməyinə, yəni bir növ mən də buradayım deməyinə çox mane ola bilər. Və bunları görə bilməyin, bunları həqiqətən analiz edə bilməyin çox-çox önəmlidir. Və bu yerlərə baxa bilməyini çox istəyərdim.